Пожалуйста, минуточку внимания, не расходитесь. Сейчас слово предоставляется актеру Московского Дербиш-театра со стихами Шерзад Пираллахи. Встречайте. Allah'ını seversen. Ben doğrudan çıkış edemeydim. Necmi oldum demiyorlar. Maşallah. Bugünkü evvel aradan ben teşekkür ederim böyle bir gecenin sahibidir. Bu gecenin yaradı. Qohumu da gəlib, xoş gəlmişsən. Çox gözəl çıxışlar oldu. Şəhsən sizin 300-dən çıxış mən heyran edir. Ürəklə deyirəm sizə Akşin müəllim. Və Akşin müəllim çox sağ olsun, bugün gəlib bu gecəyə gəlib. Vaxtını sərfləyib bu gecəyə. Yəni Akşin müəllim hər tədbirə getmir. Yəni gör sizlərə görə çox... Nahaq getmir, hər tədbirə getməliyəm amma alınmır. Alınmır, yox, işinizə görə, vaxtınıza görə deyirəm. Yəni çox sağ olsun. Bundan sonra gələcək, belə ləzzət elədim, onu gələcək. Sonra Akşin, sən də çox sağ ol, gözəl şeirlərin və qəzələrə görə. Qəzələ deyəndə ama gözlərimi aç, sən gözünü görək. Gözü bağlı qəzələ deyirsən, biz görməklərinlə baş verir. Sir vermək istəmirəm. O bürozumdan. Sir vermək istəmirəm. Belə bir gözəl Azərbaycan övladı bizim Mirzə Cəbriyevin bu xatirə gecəsi. Doğrudan da Azərbaycan belə oğullarını fəxr edib həmişə. Tək yox, onun simasında bütün o bizim Azərbaycanda o 41-45 həlak olan qəhrəmanlarımız Allah onlara rəhmət eləsin. Allah Teala onların yerini behişt eləsin. Qəbirləri nurlar olsun. Fəxrimizdir, hər yerdə onlarla fəxr edir və biz onlarla yaşayırıq ki, Azərbaycanın doğrudan da belə oğulları var. Onlar olmasa biz Azərbaycan kimlə fəxr eləsin. Və qayıdaq indi bizim bugünkü günümüzə, bugünkü də ki, Allah Teala köməyi olsun, 20 ildən yuxarıdakı torpaqlarımız düşmən taptaq altındadır. İnşallah bizim möhtərəm prezidentimiz deyib ki, bu il gələn artıq torpaqla qayıdacaq. Ona biz ümidvarıq, inanırıq. Əvvəllər 41-45 fikirləşində doğrudan da bizim babalarımız biraz elə bil ki, biraz namus qeyrət, biraz başqa cür oldu və indi biraz tamam başqalaşır. O vaxtlar hamı, nə bilim, bir dəfələ durub gedərlər, getdik, yəni ki, biz. İndi müharibədən çoxu qaçır, çoxu nə bilim, 50 kağız alır. Beləsinə qələbə qazanmaq mümkün deyil. Akşin müəllim deyər, belə qazanmaq qələbənin çətindir, olmaz. Və mən bir şeirlə tamamlamaq istəyirəm. Məhəmməd Arazın bu yaxınlarında, elə bu, burada elə durmasından istədir. Millətlər edində. Məhəmməd Arazın bu yaxınlarda 80 illik oldu. Onun şeirini burada çıxış eləmişdim. Ayağı dur Azərbaycan. O bəzi bizim oğlanlarımıza aid olsun, hansı ki, müharibədən qaçırlar, gizlənirlər. Torpaq naminə qoşmaq istəmirlər. Nə yatmışsan, qoca vulkan, səninləyəm. Ayağa vur, Azərbaycan, səninləyəm. Səndən qeyri biz hər şeyi bölə bildik. Səndən qeyri biz hamımız ölə bildik. Ham sənin tufan yıxan, gürşat boğan, yurdoğul oğulların, qara çoban, salur qazan, dəlqonul oğulların, çəksin elə qayaları qamaq elə, haqq yolunu ayağına dolaq elə, bayrağını Xəzər boyda bayraq elə, eymənzliyə qalxmış olan bayrağını, Azərbaycan, Azərbaycan bayrağını. Bunu bizə zaman deyir, məzarından baş qaldıran baban deyir, nər oğlu nər, səninləyəm, səninləyəm silah tutan, külün tutan, yaba tutan, kösül tutan insanlar, səninləyəm, səninləyəm qız atası. Hanı nərəm, hanı səsin, hanı andın, yoxsa sən də yatmışlara, baxmışlara, qeyrətini satmışlara xırdalandın. Ayağa qalx, ana vətən, ayağa qalx, gözünü sil, ana vətən, ayağa qalx. Üfüqünə bir yaxşı bax, sərhədinə bir yaxşı bax, sərhədinin kəməndinə bir yaxşı bax. Dur içindən qorxunu bol, ölümünlə qalını ayırt elə.
Dur içindən qorxa qov, dur özünü bozqurd elə. Elin günüm səninləyəm, azım çoxum səninləyəm, şirin yuxum səninləyəm. Yıxın məni söz atından, atın məni tank altına, əzin məni xıncım, kəsmərəyə söz qılıncım, didin məni didim, atın məni tank altına, qundaqdakı bir körpəni xilas edim, neçə səni, neçə məni xilas edim. Səninləyəm haqq ədalət, səninləyəm, milli qürur, milli qeyrət səninləyəm, oyat bizi ey yaradan səninləyəm, məhv olmadı Azərbaycan səninləyəm, ya bilmərlə yatıb bizi, ya bilmərlə oyat bizi, ya yenidən yarat bizi, ey yaradan səninləyəm, səninləyəm yatmış vulkan səninləyəm, ayağa dur Azərbaycan səninləyəm. Çok sağ olun. Allah'ımıza can sağlığı.